Salam, hər vaxtınız xeyir olsun. Yeni proqramımızda hər birinizi xoş gördük. Bu proqramda efir məkanında bir çox verilişlərdən fərqli olaraq insanların yanlış anladığı və yaxud onları düşündürən bir çox məsələlərə silsilə verilişlərimiz ilə cavab xarakteri daşıyacaqdır. Həqiqətdə biz kimik? Hardan gəlmişik? Yer üzündə bizim missiyamız nədir? Ruh və bədən əlaqəsinin tərcümeyi halı olan ruh köçü və ya reinkarnasiya məsələsi bu barədə bizlərə nəyi bildirir? Bütün bunları və daha çoxunu sizlərə təqdim edəcəyimiz verilişlərimizin bu bölümünə başlamazdan əvvəl verilişlərimizin qonaqlarını sizlərə təqdim edirik. Beynəlxalq Krishna Şuuru Cəmiyyətinin sədri Ramil Əliyev və araşdırmacı dinşünas Əzim Ələlməkdir. Xoş gəlmişsiniz bizim verilişə. Bir neçə suallarımız olacaq, xahiş edirəm. Yəni, ətraflı olaraq insanlara bu reinkarnasiya mövzusu ilə bağlı bir məlumat verərdiniz ki, Vaishnalara görə reinkarnasiya nədir? Mən deyərdim ki, sual, yəni bu reinkarnasiya anlayışı bugünkü gündə, bugünkü durumda olduqca aktualdır. Yəni biz sadəcə bir fəlsəfə kimi, ya dini bir baxış kimi, yox. Hətta müasir insanların psixoloji, sosial durumu, sonra iqtisadi durumu, mən deyərdim ki, bunların hamısı üçün çox aktual məsələdir. Bunu tərəfli analiz edib, diqqətlə öyrənəndə görürsən ki, bundan nə qədər müasir insanın dünya görüşü aslında. Dünya görüşü. Dünya görüşü də elə bir şeydir ki, insan dünya görüşü də elə bir şeydir ki, o insanın arzularını formalaşdırır, insanın arzuları onun düşüncələrini formalaşdırır, düşüncələri əməllərini formalaşdırır, əməlləri vərdişlərini formalaşdırır, vərdişləri xasiyyətini taleyir. Gördünüz mü? İnsan taleyinin necə bir başa əlaqədar bir məsələdir. Ona görə bu reinkarnasiya məsələsi insanın dünya görüşü söhbəti gedir. Biz dünya görüşümüz necədir? Yəni, bu reinkarnasiya insanın dünya görüşünə mən deyərəm ki, çox köklü dibli dəyişiklik gətirməyə qadir bir şeydir. Reinkarnasiya Vaishnavizmə görə, Krishna Şuuru fəlsəfəsinə görə, Veda fəlsəfəsinə görə, reinkarnasiyadan qabaq, deməli, din fəlsəfəsinin, Veda fəlsəfəsinin, həyat fəlsəfəsinin ümumiyyətlə əlifbası deyilən bir şey. Biz orta məktəbə gedəndə birinci əlifbadan başlayır. A, B, G, C. Onu öyrənəndən sonra cürbəcür dərslər, təlimlər alır, sonra gəlir, injiner olur, həkim olur və s. Amma başlayır əlifbadan. Eləcə də bu din fəlsəfəsinin, Veda fəlsəfəsinin, ümumiyyətlə din fəlsəfəsinin və eyni zamanda da həyat fəlsəfəsinin. İnsan inanan da inanan deyil, dəxli yox. Hamıya aid olan bir şeydir. Həyat fəlsəfəsinin əlifbası budur, baxın. Mən bu, o, su, torpaq, efir elementindən ibarət cismin deyil. Mən bunun daxilində yerləşən ruhi təbiətli can. Azərbaycan dilinin ən sevimli sözüdür, can. Can, bu, müdriklərə görə, müminlərə görə, müqəddəslərə görə, can mənim şəxsiyyətimdir. Mənliyim, ruhi təbiətli can. Bir də maddi təbiətli bəyan. Bu, kökdür, əsasdır, fundamentir. Əlifbadır ki, bundan başlayır. Çünki reinkarnasiya sırf ruha aid olan bir şeydir. Reinkarnasiya cisimlə işlə verməsidir. Cisim nöqteyi nəzərindən insan bir dəfə doğulur. Mən bu bədənlə bir dəfə doğuluram, bir dəfə yaşım, bir dəfə tutarım. Yəni mən bu cür necə varım, Ramil Əliyev, ikinci dəfə ölüm gəlmir. Amma mənim şəxsiyyətim bu cisimdən fərqlidir. Mən deyəndə, mən istənilən dildə, dünyanın, planetin istənilən dilində kim mən desə, fikir verir, diqqət verir, o əli ilə hara göstərəcək. Bu bura göstərir. Məsəl üçün, fransız dilində bura göstərərlər. Əgər mən bədənəmsə, bu fransızlar bura göstərərdi, ingilislər bura göstərərdi, ruslar bura göstərərdi. Amma Türk sonunda danışdırsan, mən deyəndə bura göstərərdi. Çünki mən deyən ruhu uyğurdadır, ürək mənəsində, o üzün göstərir. Mən deyirəm, mənim əlim, mənim ayaqlığım, mənim başım, mənim bədənim. Bəs mən kimim? Bu mənim iynəyim, bu da mən. Onu da görüşüm burada. Mən deyəndə mənim bədənim.
foto şəkilə baxsan mənim şəkilim. Mənim əlim, ayağım, başım, mən kiməm? Mən deyən ruhdur. Ruhu can, mənəm. Ona görə də insan təzad həyat sürür, təzadlı həyat sürür. Nə fərq? Mən nə xəstələnmək istəyirəm, nə qocalmaq istəyirəm, nə də ölmək. Amma bunların üçündə yaşayıram. Bunların üçündə yaşamaq məcburiyyətdir. Hansıdır ki, heç birini istəmir. Üçü də mənim iradəmin əksinə olmuşdur. Niyə? Çünki mən doğrudan da xəstələnməzəm. Mən doğrudan da qocalmazam, mən doğrudan da ölməzəm. Mən əbədiyəm. Mən deyəm. O da ruhdur. Mən xəstələnəm, qocalanan bədənimdir. Və bu bədən cisim bizə Vayshnavinin fəlsəfəsi deyir ki, əslində ancaq əbədiyyət mümkündür. Ancaq əbədiyyət mümkündür. Ancaq əbədiyyət mümkündür. Bilmiyorum. Əbədiyyətin daxilində balaca bir yer var ki, bu həbsxana xarakteri daşıyır. Necə ki, Azərbaycan hökmümüz var, vətənimiz var. Bu Azərbaycanda harcısı bir yerdə həbsxana var. Orada Azərbaycan. Orada yaşayanlar Azərbaycan vətəndaşlarıdır. Fərq nədədir? Fərq bundadır ki, orada qanun var. Orada məhdudiyyətlər daha çoxdur. Sənə azadlıq vermirlər, nə kinləsən, nə yiyəsən, yox. Nə verirlər, onu yiyirsən, nə verirlər, onu yiyirsən. Amma orada Azərbaycan. Ora həbsxanadır, oranın qanunları başqa. Məhdudiyyət orada çoxdur, həbsxanadır. Eləcə də bu maddi dünya deyilən yeri Vayshnava fəlsəfəsi deyir ki, bu qaranlıq dünyadır. O dərəcədə qaranlıqdır ki, gözləri geniş açsan, əli görə bilməz. O dərəcədə qaranlıqdır. Allah öz mərhəməti ilə qurbanlıq olar. Öz mərhəməti ilə günəş adlı bir dənə lampiçkanı yandırır, söndürür, yandırır, söndürür. Hələ heç bilmir ki, biz burada yaşayanlar düşünək ki, biz qaranlıqda yaşamağı sevirik, xoşumuz gəlir qaranlıqda. Yox, biz işıq istəyirik. Niyə? Çünki işıqdan gəlmişik, nurdan, əbədiyyətdən gəlmişik. Quran-ı Kərim fəlsəfəsi, İncil fəlsəfəsi, Budda elmi, Vayshnavizm elmi, hamısı dəvət edir ulan. Yəni biz əbədiyyətin sakinləri, əbədiyyətin varlıqları gəlmişik bizə bax burada bax bu müvəqqəti cismi verirlər. Müvəqqəti. Alırıq bu cismi və Veda fəlsəfəsi deyir ki, bu cismi bizə verməmişdən qabaq buranın Tanrının illüzor enerji deyilən bir enerjisi var. Sanskrit dilində deyirlər Maya. Maya olmayan şeydir. Şeytandır, satanadır, filan beşməkən hamısı onların onun müşk xidmətçiləridir. Amma onun başında duran Mayalıdır enerjidir, Tanrının enerjisidir. Tanrıya tabidir. O deyir ki, Bhagavad-gita'da Krishna deyir ki, Daivi yeşə bunamaya, mamamaya durataya. Bu mənim ilahi enerjim. İllüzor. Bu mənə tabidir. Ancaq mən qədəmlərində sığınacaq tapan bundan azad yerdə qalan heç kim. Allah'a şək. İndi bu illüzor enerji bizə bu bədəni verməmişdən qabaq şək verir. Özünü unudasın. Özünü unudasın verirəm. Özünü unudasın verirəm. Bu dəyəridir, qiymətidir. Bu fiziki bədən olmağımızdır. Maddi bədən olmağımızdır. Dəyəri özünü unutmaq. Bu şərti də o bizə verir. Özü unudasın verirəm. Razısan deyir ya. Gəl. Bunu gördə heç kim öz haqqında heç kim pasportumda yazılanlardan başqa. Pasportumda da yazılan mən deyil. Bizim cismimizdir. Və biz özümüz haqqında isə bilmirik. Necə ki, məsəl üçün belə bir nümunə deyim sizə. Sovet hökuməti dövr bir dənə cərrah yaşayırdı. Sovet hökumətinin çox dünya şöhrətli cərrahıdır. Onun özü günlərin bir gün əməliyyat olunmağa ehtiyac olundu. SSR-dəki cərrahları bəyənmir, başqa bir dünyada özünə cərrah atırmağa, yer Hindistanda tanır. Bu cərrah da bu cərrahı tanıyır, hər kişi dünya şöhrətlidir. İndi o cərrah bu cərraha deyir ki, mən sən o şərtlə əməliyyat edəcəm ki, sən hələ ki mənim pasiyentimsən, yadından çıxartmazsın ki, cərrahsın. Deyirəm, razıyım. Bildiniz nətər? İndi bu Maya, Tanrının illüzor enerjisi Allahın xidmətçisidir əslində. O da Allah. Amma o deyir ki, sən də biz də Allahın xidmətçisiyik əzəldən. Biz onun xidmətçiləriyik. Əzəldən bizim ruhi can kimi şəxsiyyətimiz Allahın əbədi xidmətçisidir. Amma bu bir cismi alanda biz Allahlıdır deyəsən düşürük. Özümüzü donduruq Allah'ın. Özümüzü unudan kimi Allah'ın donduruq. İllüzor enerjinin şərtidir. Ondan sonra deyirsən Allah'sın. İndi burada yaşa burada, həzz, keyf elə, sənsən. Allah yoxdur sənin üçün. İndi deməli bizim bu fiziki bədən almamız özümüzü unutmaq bahasına başa gəldiyinə görə, amma biz baxmayaraq ki, özümüzü unutmuşuq. Axı bizim başqa şeyimiz də yoxdur, başqa təbiətimiz və dünya görüşümüz yoxdur.
Moskvada yaşayan Azərbaycanlı Moskvada yaşasa da Azərbaycanlının yadından çıxmır. Bu bir kimi Azərbaycanlı yox, millətcə. Azərbaycan da danışır, Novruz bayramı gələndə onu qeyd edir. Məsəl üçün də deyək ki, namaz qılamsa namaz qılır. Yəni bu yadından çıxmır Azərbaycanlı baxmayaraq Moskvada yaşayır. Elə deyil. İndi biz də özümüzü unutduq, bu fiziki bədən alsaq da biz özümüzü ruhi təbiətimizdən uzaqlaşa bilmirik. Və ona görə üç şeyə can atırıq. Baxın, üç şeyə insan can atır. Biliyə, müəyyən bir sahədə biliyə bilmək istəyir. Baxın, istər biznesdə, istər incəsənddə, istər iqtisadda, istər kompüterdə fərqi yoxdur. İkinci, heç kim nə xəstələnməklə ölüb qocalmaqla ölmək istər. Amma nə qədər mümkündür, çox yaşayacaq. Yəni biz əbədi olmaq. Üçüncü də nə ilə məşğul olursa orada bir həzz var. Həzz olmayan şeyin dadı işin getmir. Yəni insanın ruhi can biliyi, şəxsiyyəti üç şeydən təşkil edir. Əbədiyyət biliyi həzz. Əbədiyyət biliyi həzz. Ona görə də biz bu fiziki bədəndə də bu üçünə can atırıq. İndi Tanrı özünün sonsuz məhəbbəti ilə, sevgisi ilə, baxmayaraq ki biz buradayıq, istənilən olduğu sevgi hamısını. O bizə bu fiziki bədəndə şans verir ki, bir də fəlsəfəsi deyir ki, şans verir ki, iki iş aparıq biz, iki iş. Birinci iş ondan ibarət olur ki, mən bura ne üçün gəlmişəm? Mən gəlmişəm ki, Allahsız, Allahı unudaraq, Allah nə lazım deyil, öz başıma burada xoşbəxt olacaq. Öz başıma burada məmnun olacam, həzz olacam. Mənə də Allah lazım. Ona görə burada gəlmişəm. Yəni ki, daha çox mutlu dərəcə Allahın rızasını gəlmişəm. Mən özüm elə olam. Allah sevdiyindən bizə imkan verir ki, bunu eləyə. Deyir ki, elə. Sən mənə sevimli balamsan, mən sənə şərait verəm, elə. Özünü də gizlədir, hər atomda olumuna baxmayaraq biz onu görmür. O Quranda deyir, boynun şaxtamanının bizə yaxın olumuna baxmayaraq onu görmür. Yəni ki, bu özünü gizlədir ki, mən yoxam, yaxşı, nə istəyirlər. Bu bir. İkinci də imamları, peyğəmbərləri, müqəddəs yazıları bir-birinin arasına göndərib, nə üçün? Alternativ üçün. Alternativ yəni ki, Allah əvvəlcədən bilir ki, mən məyusum. Qabaqcadan bilir ki, yəni mənim tutduğum mövqe səhvdir. Yəni mənim Allahsız xoşbəxt olmağım bu qeyri-mümkün, olmayan bir şeydir. Amma ki, mənim istəyim güclü olduğuna görə bir yaxşı get elə, mən sənə şərait yaradıram. Çünki Allah o qədər varlıdır ki, milyarder, trilyarder sözü onun yanında heç nədir. Onun üçün nədir ki, öz sevimli övladı ki, şərait yaratmışsın, get elə. Deyir, Ruslar demişim, prob elə. Amma qabaqcadan bilir ki, mən məyus olacaq. Qabaqcadan bilir. Ona görə paralel alternativ nə verir? Bizə alternativ öz variantını verir. Bunun adına qoyulur dinlər, peyğəmbərlər gəlirlər bura. Bunlar Allahın alternatividir, bizim seçimimizə alternatividir ki, sən hökmən burada məyus olasın. Məyus olanda həmən dəqiqə keçmir. Ki, sən məyus olanda keçirsən. Deməli, ona görə də bizə fiziki bədən verir ki, biz fiziki bədənimizlə özümüzün iddiamızı yerinə yetirməyə çalışaq, alınmayanda keçək onun təşrifini. Yəni, bir də təzdən belə özümüzü dərk etmək, özümüzü tanımaq. Ki, mən bu cisim deyiləm, sən deməm. Mən ruhi canam, bu nədir, almışam, bu nədir, mənim başım oynasın. Amma biz Tanrı'nın ideyasını ondan hərəkət eləməyənlər. Ona görə müqəddəs kitabı göndərir, peyğəmbəri, imamı, qurunu, ustadı, buddanı filanı hamısına görə göndərir ki, bunlar bizə bizim bu cisimlə yaşayışımızı elə məsləhətlər versinlər ki, biz bu cisimlə həyatımızı elə nizamlayaq ki, biz ruhi həyatımızı da yaşayaq. Ruhumuz üçün də yaşayaq. Yol göstərən ki. Ay sağ ol, ruhumuz üçün də yaşayaq. Bildiğin tərəf. Necə ki, yeməyi Azərbaycanda yeməyi yeyirik. Kartoşkadır, çörək, muaddədir. Amma biz yemək yəni üstünə gəlində deyirik, müşid can. Müşid can. Can ruhdur. Kartoşka ilə çörək necə müşid can olur? Elə ye ki, canlıva getsin. Düzü nədər? Yeməyi ancaq yeməmədə bağışlarına keçsin. Yeməyi elə ki, canlıva da getsin, ruhuva da getsin ondan. Ona görə biz axsaqqallar, bu şeylər o keçmiş zamandan gətiriblər ki, müşid can. Can ruhdur. İndi bu mənada biz Allahın ideyasına uyğun hərəkət eləməyəndə öz bildiyimiz kimi bizə verilmiş kiçicik müstəqillik verilir insana. Allah insana çox məhdud müstəqillik verir, seçim adamına. Çox məhdud. İnsandan başqa heç bir canlılarda belə müstəqillik yoxdur. Ancaq insana. İnsana məhdud müstəqillik verir, seçim adamına.
Biz onun müqəddəs kitablarında peyğəmbərlərin, imamların, möminlərin dediyi kimi istifadə edəndə biz tez bir zamanda cisimdən fərqli ruhi varlıq olduğumuzu dərk edirik. Amma biz onu öz bildiyimiz kimi istifadə edəndə, sui-istifadə edəndə, özümüzün nəfsimizdən, şəhvətimizdən rəhbərlik götürüb onu istifadə edəndə, onda biz burada dolaşırıq. Nədir? Törətdiyimiz əməllərimizin əkslə reaksiyalarında dolaşıb, buna deyirlər karma. Azərbaycanda buna deyirlər talih, alın yazısı. Bu nədir? Bizim öz başına həyata keçirdiyimiz fəaliyyətlərimizin, işlərimizin əks reaksiyaları. Necə ki, Newtonun 3-cü qanunu təbii, təsir əksləsələr öyrəndir. Azərbaycan dedilir ki, nə töküsün aşığı, o da çıxır qaşığı. Eyni qanundur, karma qanunu. Karma qanunu belə səslənir, başımızın. İndiki keçmişin nəticəsi gələcəyin səbəbi. Təkrar edirəm. İndiki, yəni sənin indiki həyatın, keçmişdə elədiklərinin nəticəsi deyil. Bu saat elədiklərinin gələcəyin səbəbi olur. Bunu deyirlər karma. İndi biz fəaliyyəti öz başımıza eləyəndə bizim Tanrı bizim bu ruhi şəxsiyyətimizi, incə bədəndən bizi, təzədəndən azad eləyəndən sonra fəaliyyətimizin əksi nəticələrinə uyğun təzə bir dənə maddi bədən təqdim edilir. O vaxta qədər ki, biz hələ öz məhdud müstəqilliyimizdən sui-istifadə edirik. Öz bildiyimiz kimi. Məsəl üçün, mən xəstələnməyin, qocalmağın və ölməyimin qabağında acizən əllərimi qaldırmışım, düzdür. Amma deyirəm ki, mən necə istəyirəm, o cür yaşayıram, necə istəyirəm, o cür giyinəm, necə istəyirəm, o cür giyinərəm. Yəni, buna deyirlər sui-istifadə edilir. Əgər sən doğrudan da azadsansa, onda deyirəm ki, özüm deyirəm ki, mən siqaret çəkməyəcəm, mən içki içməyəcəm, mən fahişəlik eləməyəcəm. Görəsən ki, yox, sən bacarmırsan, onlar sənin üzərində hökmrandır. Onda sən müstəqilliyin, azad seçimin, yəni ki, bu. Yalancıdır. İndi bax, reinkarnasiya bu deməkdir ki, inkarnasiya sözü inkarnasiya. Bu, ruhun cisimdə təcəlli eləməyinə deyirlər, inkarnasiya. Ruhun cisimdə təcəlli eləməyinə deyirlər, sanskrit dilində inkarnasiya. Amma o qabağında reqoyanda reinkarnasiya. Biz nə yaxşı, evolyusiya var. Evolyusiya təkamüldə. O qabağında reqoyanda olur revolüsiya. Konstruksiya var, onun qabağında reqoyanda olur rekonstruksiya. Bu bir şeyin təzədəndən təkrar olmağına deyilır, təkrarına deyilir. İndi inkarnasiya ruhun maddədə təcəlli eləməyinə deyilır. Reinkarnasiya bunun təkrarına deyilır. Yəni bu təkrar başlayır. Bu reinkarnasiya sözünün... Təşəkkür edirik, Ramil bəy. İlk öncə Ramil bəyə bu müqəddəs Krishna məbədində bizi şərait yaratdığı üçün, bizi qonaq etdiyi üçün təşəkkür edirəm. İstərdim səmavi kitablar baxımından, həm İslam baxımından, həm Xristiyanlıq baxımından, həm Yəhudilik baxımından reinkarnasiya mövzusuna ətraflı nəzər salaq. Çünki təəssüflər olsun ki, bugünkü gündə səmavi kitablar əsasən reinkarnasiya inancını inkar edir, reinkarnasiyanın tevhid inancına, Tanrı inancına, tək Allahlılıq inancına, həmçinin cənnət və cəhənnəm inancına zidd olduğunu iddia edirlər. Bu baxımdan istərdim həm səmavi kitablarla, yəni həm elmi, həm nəqli, həm də məntiqi cəhətdən bu məsələyə bir nəzər salaq. Görə həqiqətən vəziyyət bu cür. Məsələn, biz İncilə nəzər salanda nə görürük? İsa əleyhissalam belə bir söz deyir. Sənə düzünü deyim, bir kəs yenidən doğulmadıqca Tanrının səltənətini görə bilməz. Yəni, bugünkü xristiyan inancında, bugünkü ənənəvi inancda insan bir dəfə dünyaya gəlir, onlar inancda. Amma biz Yuhanna İncilinə baxanda, o oxuduğum ayı Yuhanna İncilində. Biz görürük ki, İsa əleyhissalam bir kəs yenidən doğulmadıqca sözü işlədir. Bu da açıq-aşkar reinkarnasiya ilə yenidən dünyaya gəlməyə işlədir. Ümumiyyətlə, səmavi kitablarda bu məlumatlar çoxdur. İslami baxımdan reinkarnasiya tənasüb olaraq tanınır. Və reinkarnasiya inancı İslami baxımdan, həmçinin bir çox başqa dinlər baxımından dörd hissədir. Bu, nəsx, məsx, rəsq və fəsq. Nəsx, bizim bildiyimiz kimi, Ramil bəyin də az öncə açıqladığı kimi, insanın yenidən dünyaya gəlməsidir. İnsan olaraq dünyaya gəlməsidir. Məsx inancı, insanın heyvan olaraq dünyaya gəlməsidir. Bu da klassik inanclarda, həm də Krishna inancında, həm də Budizmdə, digər inanclarda da var.
Üçüncüsü fəsdir, dördüncüsü də rəsdir. Yəni insanların canlı bitkilər olaraq dünyaya gəlməsi və cansız əşyalar, daş olaraq və ya başqa əşyalar olaraq dünyaya gəlməsi. Yəni bölgü bu cürdür. Səmavi kitablarda da bunun sübutları var. Az öncə İncildən oxuduq və biz elə Yahudilərin Tövratından bir bölüm olan Əyyub kitablarına nəzər salanda görürük ki, köhnə Əhdə Əyyub Peyğəmbər belə deyir. Ananın qarnından çılpaq gəldi. Çılpaq olaraq da ora geri qayıdacaq. Bu, Tövratın bir bölümündə 21-ci ayədədir, Əyyub bölümünün 21-ci ayəsində. Yəni, bir insan dünyaya gələndən sonra anasının qarnına fiziki olaraq yaşadığı dövrdə necə qayıdırlar? Yəni, bunu bugünkü gündə heç bir, belə baxanda, heç Yahudilik inancında da müəyyən alimlər tam olaraq izah edə bilmir. Çünki izahın kökü reinkarnasiya. Və yaxud Quran-ı Kərimə baxaq. Quran-ı Kərimdə ümumiyyətlə reinkarnasiya mövzusuna çox toxunulur və bu mövzuda ən güclü ayələrdən biri də Quran-ı Kərim 2-ci surəsinin 28-ci ayəsində. Allah Teala buyurur ki, Allah'ı necə inkar edirsiniz? Siz ölü idiniz, o sizi diriltdi. Yəni bir insanın ölü olması üçün əvvəlcə həyata sahib. Yəni ölüm həyatın bir sonudur. Deyir, siz ölü idiniz, o sizi diriltdi. Sonra o sizi öldürəcək və yenidən diriltəcək. Artıq burada misal olaraq ən azından 2 dəfə həyat və 2 dəfə ölüm mesajı. Və daha sonra ona tərəf qaytarılacaqsınız. Bu da Allah qatına ən yüksək, nirvana dediyimiz o ən yüksək mərtəbəyə. Bunu çox dərin izahım. Digər bir ayə artıq məst haqqındadır. İnsanın heyvan olaraq dünyaya gəlməsi haqqında. Quran-ı Kərimin 5-ci surəsinin 60-cı ayəsində Allah Teala buyurur ki, de, Allah yanında cəza etibarilə bundan daha pisini sizə xəbər verilmir. Onlar Allahın lənətlədiyi, qəzəb etdiyi, özlərini də meymunlara və donuzlara döndərdiyi şəxslər və tağuta ibadət edənlərdir. Onlar yeri daha pis olan və doğru yoldan daha çox azanlardır. Burada açıq-aşkar reinkarnasiyanın hissələrindən mi deyək, bir bölümlərindən mi deyək, bir şəkillərindən mi biri olan məsd haqqında açıq-aşkar dəlil var. Qurandakı ən böyük dəlillərdən biri Vaqiə surəsidir. Vaqiə surəsinin 60-61-ci ayəsi. Deyir ki, sizin yerinizə oxşarlarınızı gətirmək küfr və iman cəhətdir. Məsələn, biri uca boyludur, böyük bir səltənətə sahibdir, müəyyən qədər haqq yoldan asılıdır. Və Allah onun yerinə eyni xüsusiyyətlərə malik, eyni formada başqa bir millətdir, amma o imanlı olur. Yəni, Allahın əlindədir bir insanın yerinə oxşarlıq gətirmək. Amma ayənin artıq tam şəkildə reinkarnasiya olur. Deyir ki, və sizi bilmədiyiniz bir şəkildə yenidən yaratmaq üçün aranızda ölümü qismət. Sizi bilmədiyiniz şəkildə yenidən. Əgər desək ki, İslamda sırf dini cəhətdən insan bir dəfə yaşayır, əməllərini edir və dünyasını dəyişir. Əgər bir dəfədən ibarətsə həyat, niyə Quran-ı Kərim sizi bilmədiyiniz şəkildə yenidən yaratmaq üçün aranızda ölümü qismət edir? Yəni, reinkarnasiya üçün bizə nə lazımdır? İnsanın reinkarnasiya etməsi üçün aradakı məsafə ölüm. İnsanın yenidən doğulması üçün aradakı maniyə ölüm. Və Quran-ı Kərim də bunu açıq-aşkar bəyanır. Vaqiə surəsinin 60-61-ci ayəsində. Dediyinizə bir şey deyim, orada indi bu saat dediyiniz var orada. Sizlə şəkil ayrı-ayrı anlayır. Müraciət olmanla şəkil başqa bir şey verirsiniz. Diqqət edin, incələ. Biz sizi başqa bir şəkildə. Deməli, mən həm o şəkil hansı ki Allah mənə verəcək, fərqli bir. Biz sizi başqa bir şəkildə, siz və başqa bir şəkildə, bir yerdə biz sizi yaradırıq. Bu deyirlər, bizim bəyənimizdən Allah orada müraciət edir ki, sən cisim deyilsən. Mən sən başqa bir cisimdə, başqa bir şəkildə yaradırırsan. Ayələri nəzər saldıqdan sonra müəyyən nəqli dəlillərə də baxırlar. Yəni,
həm Muhammed sallallahu həm də onun əhl-i beytindən olan müəyyən dəlillərə baxanda biz bunu açılışa çıxarırıq. Məsələn, İmam Əhməd əleyhissalamın, Əbu Sadiq əleyhissalamın və əhl-i beyt imamlarının açıqlamasına baxanda biz reinkarnasiyanın həqiqətini görürük. Məsələn, İslamda rəcət anlayışı var, ona gələcəm inşallah. Və rəcətin nə olması məsələsində bu günə qədər ixtilaflar yaranıb və İmam Sadiq əleyhissalam bunu çox gözəl izah edir. Zürara adlı bir sahabə olur, İmam Cəfər Sadiq əleyhissalamdan soruşur ki, rəcət və bu kimi böyük məsələlər barədə bir imamdan soruşur. O deyə buyurdu, sənin məndən soruşduğun bu şeylərin zamanı hələ gəlmir. Və Allah buyurur, xeyr, onlar elmini qavraya bilmədikləri və hələ özünün onlara gəlməmiş bir şeyi yalan hesab edirlər. Bunu nəyə görə? O zaman da o cəmiyyətdə, o İslam cəmiyyətində, o Əməvi Abbasi xilafəti dövründə reinkarnasiya inancı tamamilə İslama, səmavi dinlərə zidd olduğu üçün, zidd sayıldığı üçün İmam əleyhissalam müəyyən qədər çəkinir. Bunun həqiqətini tam şəkildə insanlara bəyan etsin ki, çünki bəyan etsəydi müəyyən bir təhlükələr ola bilərdi və müəyyən Allah hüccətlərinin vəzifələri yarımçıq qala bilərdi. Amma biz görürük ki, İmam Sadiq əleyhissalam rəcətin həqiqi mənasının bambaşqa bir şey olduğunu və reinkarnasiya bağlı olduğunu bizə bəyan edir. Onların bağlılığı var mı? Bəli. O məsələyə gələcək. Əvvəlcə bir məsələni istəyirəm diqqətinizə çatdırım. Ümumiyyətlə, reinkarnasiya inancında insan bir neçə dəfə dünyaya gəlirsə, bu həm iman cəhətindən sağlam ola bilir, həm də iman cəhətindən naqis ola bilir. Sual yaran, ilk dəfə dünyaya qədəm basan insanın naqis imanlı olması və kamil imanlı olmasını İslam necə izah edir? Yəni, İslami inancda, ümumiyyətlə səmavi kitablardakı inanclarda insan naqis inanclıdırsa, küfr içindədirsə məsələn, o küfr içində ola bilməlidir. Və imanlı insandırsa, imanlı şəkildə yenidən dünyaya gəlib kamilləşir. Yaxşı, bunun başlanğıc nöqtəsində. Yəni, bir insanın ilk dəfə dünyaya qədəm basan bir insanın imanlı olması və ya küfr içində olmasının nəyə əsasən təmin edir? Bunun haqqında da Quran-ı Kərimdə də ayə var. Quran-ı Kərimdə Allah Teala deyir ki, Ərəf surəsi 172-ci ayə. Bir zaman Rəbbim Adəm oğullarından onların törəmələrini çıxarmış və mən sizin Rəbbiniz deyiləmmi deyə onların öz əleyhinə şahid tutmuşdur. Onlar da bəli, biz buna şahidik demişdir. Yəni, aləm-i zərdə, hələ yer kürəsinə insanlar göndərilməmişdən əvvəl Allah Teala ruhlar aləmində, bizim o aləm-i zərd dediyimiz ruhlar aləmində insanları imtihan edir və həmin imtihanın nəticəsində müəyyən şəxslər Allahın Tanrının dediyinə ləbbeyk deyir, müəyyən şəxslər isə inkar edir. Və məhz o imtihanın nəticəsi olaraq ilk dəfə yer üzünə qədəm basan insan o aləmdə ləbbeyk dediyinə görə, qəbul etdiyinə görə iman üzrə reinkarnasiya edir və nəhayətdə dövrdən dövrə keçərək imanında kamilləşir. Küfr içində olan, inkar edənlər isə küfründə zəifləşir. Yəni, biz bunlara ətraflı nəzər salanda görürük ki, səmavi kitablarda, İslam dinində reinkarnasiya inancını kənara almaq doğru bir şey deyil. Çünki bu barədə dəlillər çoxdur, sübutlar çoxdur. Bu hər hansı bir fərziyyə deyil, hər hansı bir iddia, hər hansı bir əsası olmayan bir məsələ deyil. Məsələn, Krişnaizmdə və Krişna inancında da, Budda inancında da reinkarnasiya inancının müəyyən bir dəlil sübutları var. İstər Budda əleyhissalam tərəfindən, istər Krişna əleyhissalam tərəfindən. Çünki onlar Allahın seçdiyi müqəddəs şəxslərdir, Allahın təyin etdiyi hüccətlərdir və onlar bu məsələni Allahın Tanrının adından insanlara bəyan edir. Eyni İslamda da və Yahudilikdə də, Xristianlıqda da reinkarnasiya inancını bizə bəyan edən şəxslər Allahın təyin etdiyi şəxslər olmuşdur. Hətta bu məsələdə də bir hədisi sizin diqqətinizə çatdırmaq istəyirəm. Məsələn, İbn Miskan nə dedir ki, İmam Sadiq əleyhissalamdan Allahın bu ayəsi haqqında soruşdu. Yəni, Allah Teala deyir ki, Rəbbiniz kimdir, imtihan edir, bir hissə insanları qəbul edir, bir hissəsi qəbul edir. Ərəf surəsinin 172-ci ayəsi. Az əvvəl oxuduğum ayə haqqında soruşur və buna da soruşur ki, bu hadisə üzrə mi gerçəkləşir? Yəni, Tanrı ilə ruhlar aləmində
onlar arasında, bəndilər arasında üzzəmi gerçəkləşdirir? İmam Əleyhisselam çox gözəl bir cavab verir. Deyir ki, bəli, elm bildirildi və onlar bu hadisəni unutdu. Yəni, yer üstündə unutdular. Və onlar onu xatırlayacaqlar. Bütün reinkarnasiyalardan çıxandan sonra hər kəs bütün həyatlarını xatırlayacaq. Əgər bu olmasaydı, heç kəs onu kimin yarattığını və onun üzərindən lütf ehsan etdiyini bilməzdi. Onlardan elələri var ki, aləm-i zərdə Allahın sualına dilləri ilə cavab versələr də qəlbən buna inanmadı. Bir növ münafiqdir, bir növ ikiyüzlülük edir. Və Allah onlar haqqında buyurdu. Onlar isə daha öncə yalan hesab etdiklərinə görə dünyada iman getirir. Əraf surəsi 101-ci ayət. Hədisdə Bihar Ənvar kitabı cildi 176. Yəni, biz baxanda görürük ki, o aləmdəki imtihanın nəticəsini biz bu aləmdə yaşayırıq və bu aləmdə kamilləşəndən sonra əbədi olan aləmə inşallah rəyəssələsən gedəcək. Təşəkkür edirik hər iki sualımızın cavablarına görə. Əziz izləyicilər, bugünkü verilişimizin birinci hissəsini yekunlaşdırırıq. İnşallah ikinci hissədə görüşənədək. Hələlik.